Amerikada yaşayan Azərbaycanlılar, əsas da avtomobil sürücüləri ehtiyatlı olun. Bundan sonra 5 şəhər, New York, Washington DC, Los Angeles, San Francisco və Chicago kimi böyük şəhərlər yeni bir qərar qəbul elədi. Dünən də bu qərara Boston qoşuldu, yəni 6-cı şəhər kimi. Yəni siz bundan sonra avtomobilinizi avtobus dayanacağının və yaxud da avtobus xəttinin üzərində saxlayıb harasa gedib gələ bilmərsiniz 1-2 saniyəlik belə olsa. Çünki kameralar quraşdırılacaq. Bildiyiniz kimi Bostonda indiyə qədər kamera, radar deyilən şey yox idi və bu yeni qərardan sonra olacaq. Ancaq avtobus zolaqlarında hələ ki insanların reaksiyası, yəni Amerikalıların reaksiyası oxuduğum qədərilə çox sərtdir. Özləri belə istəmir. Çünki adamlar avtobus zolağında rahat saxlayıb gedib kofelerini alıb qaydırdılar. İndi isə buna görə cərimə alacaqlar. Burada yaşayan miqrantlara da tövsiyəm odur ki, bu kimi hallara yol verməyin. Çünki birinci dəfədən ola bilər 25 və 125 dollar arası cərimə yazılsın. Bu hallar təkrarlansa, skul baslarda olan stopu keçən avtomobil idarəçiləri kimi kriminal keys açıla bilər. Ehtiyatlı olun, səliqəli sürün, uğurlar, görüşərik.